Dostlar salam. Deməli, fərdi görüşdən bir hadisə danışmaq istəyirəm. Fərdi görüşündə mənim pasiyentim mənə öz həyatından, keçmişindən bir dənə balaca fraqment danışır. Həmin hadisə nə ilə bağlıdır? Bu şəxs narkotik istifadəçisi olub. Deməli, zəng eləyir öz baraqasına. Baraqa nə deməkdir? Yəni narkotik satan bir insana və deyir ki, mənə filan miqdarda narkotik verginən. Bununla razılaşır. Bu deyir ki, problem yoxdur. Gəl götür, hazırdır. Amma yəni məlumatın olsun ki, polislər mənim məhəlləmin ətrafındadır. Çox güman ki, mən birazdan tutulacam. Və bu adam ona rəğmən deyir ki, problem yoxdur. Sən mənim dozamı hazırla, mən gəlim götürüm, istifadə eləyim. Tutularamsa özüm bilərəm. Gör nə qədər ağır bir problemdir ki də, bilə-bilə sən tutula bilərsən. Onunla belə geysən ora narkotik alıb istifadə eləməlisən. Gedir ora, belə deyək də, gedir narkotiki götürür, istifadə eləyir və elə olur ki, həmən satanla və alan bir yerdə tutulurlar. Mənim pasiyentim olan adam təsəvvür edin ki, bir il, yəni bir dənə istifadəyə görə bir il düşür türməyə. Gör nə qədər bu bəladır ki də, insan bilə-bilə, insan şuuru necə aparırsa, insan bilə-bilə gedir, həmən o belə deyək də, tutulacağını bilə-bilə, öləcəyini bilə-bilə gedir orada narkotik alır, istifadə edir və həyatına risk edir. Allah özü kömək olsun. O pasiyentimiz şükür Allah sağalıb, xeyli vaxtdır, ayıqdır, sağlamdır. Yerdə qalan kimlər ki varsa, istifadə edirlərsə, narkotik istifadəçilərinə yəni, tövsiyə edirəm ki, nə qədər ki şərait var, nə qədər ki mümkündür, gəlin, sağalın, bu bəladan qurtarın, öz həyatınızdan müğayət olun. Sağ olun.